Sənəd sektorunda beynəlxalq müsabiqə qaliblərinin sertifikatlaşdırmadan azad olunması məqsədə uyğun olardı. Eyni zamanda məcəllənin 67-ci maddəsində 3 dəfə deyil, ən azı 2 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslərin sertifikatlaşdırmaya cəlb edilməməsini təklif eləyərdim. Medialog bizim mediaya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib. Bundan əlavə mövcud qaydalara əsasən imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşı isə 35% artır. Daha çox təhsil verənin sertifikatlaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədə uyğundur. İmtahanlarda 51 baldan deyil, 80%-dən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35% artırılması uyğun olardı deyə millət vəkili qeyd edib. Deputat bildirib ki, bu halda 48 və daha çox bal toplayan müəllimlərdə maaş artımları 35% olacaq. Bu da sözügedən sektorda əməyin daha yaxından qiymətləndirilməsinə imkan verə bilər. Hazırda 48-51 ballar toplayan müəllimlərdə əmək haqqı artımı 35 deyil, 10%-dir.